Altından xətt çəkilmiş hissə ilə bağlı doğru fikir hansıdır? Mətnə nəzər salsaq, görərik ki, altından xətt çəkilmiş abzas əslində məzmuna uyğun deyil. Burada qeyd edilir ki, o nə qədər köynəklər geyinsə də əvvəl kimi bədbəxt olaraq qaldı. Davamı ilə elə biz yazsaq ki, oğlan səadət axtarışı ilə yenə uzun zaman səyahət etdi. Bu daha uyğun olar. Yəni bu abzasın burada olması ə, heç bir şey dəyişmir. Burada yazıb ki, həyat öz yolu ilə davam edirdi. İnsanlar müxtəlif problemlər içində yaşayırdılar. Yəni insanların problem içində yaşaması mətnin məzmununa heç bir şey qatmır. Və yaxud da bu insanlardan fərqli olaraq bütün şahzadələr yaşadıkları mühitdə özlərini həyatdan razı, məmnun hiss edirdilər. Həmçinin heç bu məzmuna uyğun da gəlmir. Yəni bütün insanlardan fərqli olaraq bütün şahzadələr özlərindən məmnun idilər. Bu yanlışdır əslində, çünki biz mətndə fakt görürük ki, Harun Ər-Rəşidin oğlu da şahzadə olmağına baxmayaraq xoşbəxt deyildi. Yəni əslində bu cümlə həm də məzmuna zidd cümlədir. İndi biz baxaq variantlara. Variantda deyilir ki, məzmunla tam səsləşir. Xeyr, qeyd etdim ki, səsləşmir əksinə. Dərvişin dilindən verilir. Xeyr, bu müəllifin dilindən verilən cümlələrdir. İdeyanı açmır. Giriş deyil, əsas hissəyə aiddir. Cavabımız bu variantdır. Tərkib hissələr arasında əlaqəni pozur. Yəni, orada verilmiş fikirlər məzmunla əlaqəsi olmayan fikirlərdir.